Əziz dostlar, bildiyimiz kimi bugün 8 Mart Beynəlxalq Qadınlar Bayramı günüdür. Bugün münasibəti ilə ilk öncə şəhid analarının, xanım şəhidlərin, şəhid xanımlarının, qızlarının bayramı mübarək olsun. Anamın timsalında dünyasını dəyişən bütün anaların da bayramları mübarək, ruhları şad olsun deyirəm. Qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza nənə olmağı arzu edirəm. Arzu edirəm ki, qoy bütün xanımlarımıza qadın xoşbəxtliyini yaşamaq nəsib olsun. Bilirəm ki, mənim kimi anası dünyasını dəyişən övladlar da var. Bu bayram günündə anama ithaf etdiyim Cəmli Cəmsizdən adlı şeirimlə ümumilikdə Həvvamdan tutmuş Zəhrama dək, Fatiməmdən tutmuş Xədicəmə dək, Burla xatunumdan tutmuş Tomrisimə dək bütün xanımları bayramları münasibəti ilə təbrik edərək Cəmli Cəmsizdən şeirimi sizinlə bölüşürəm. Bir Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü, şəhid ailələri, əlinlər və müharibə veteranlarının Müdafiəsi İctimai Birliyinin İnsan Resursları Şöbəsinin müdürü, Qızıl Qələm mükafatı laureatlı vətənpərvər şair, nazlı yazar olaraq. Cəmli Cəmsizdən adlı şeirim. Burla xatınımdır, Tomrisimdir o. Bal tək şirin nəğməm, bal laylamdır o. Dağların seyrində yaşmaqlı gülüm, Fatiməm, Zəhra tək lal həyamdır o. Odur tellərimə sığal çəkənim, gecədən sübhə dək nağıl deyənim. Bir gözəl səhnədir, bir gözəl səhnədir xəyal bağında, hüzünlü dünyama dağıl deyənim. Cənnətdir ayağı altında olan, düzlükdür dayağı zatında olan. Gülanam hər zaman belə deyərdi, haqq rəbdir göyün qatında olan. Bir anan mənəmsə, bir anan vətən, vətən aşiqini bil anan vətən. Vətəni sevməyən qoruyan deyil, onu nakəs sayan, onu nakəs sayan bil sanan vətən. Saf təmiz sevgidir ana sevgisi, xoş səsi, avazı, əza qayğısı. Gözüm önündədir, gözüm önündədir, ya ki mən midir? Anacan, anacan hardadır? Sevgin duyğusu, nazlıyam, nazlıyam yazaram sənli sənsizdən. Bir zaman cəm olan cəmli cəmsizdən. Yağış tək yararaq sıx buludları, gözümdə sel olan çənli çənsizdən. Bir zaman cəm olan cəmli cəmsizdən. Bir zaman cəm olan cəmli cəmsizdən.